Cənab Prezident İlham Əliyev, anaların anası Mehriban xanım Əliyeva, mən bir ana olaraq sizə müraciət edirəm. Çünki çox çarəsizəm. Mən 25 ildə Almanyada yaşayıram. Alman vətəndaşıydım. 4 evladım var. Almanla ailə qurmuşam. Almanyada 25 ildə orada yaşayıram. 2014'də mən vətənimi o qədər sevirəm ki, 2014'də gəldim, Alman vətəndaşlığından çıxdım. Azərbaycan vətəndaşlığımı qəbul elədim. Amma indi elə bir işə düşmüşəm ki, içindən çıxa bilmirəm. Evlatlarımdan ayrı qalmışam 6 aydır. Mənim bir evlatlarımdan ayrı qalmışam. 4 evladım var. 16, 13, 2 dənə də 5 yaşlı. Oğlum autizm xəstəsidir, 3-cü dərəcə. Mənim məhkəməm qanunsuz keçir. Mənim məhkəməmə baxılmır. Məni burada təqsirlənən şəxs görürlər. Mən burada sizə videonu təqdim eləyəcəyəm. Heç bir vəsaitlərim qəbul olunmur. Özümü subut edə bilmirəm. Hansı vəsait ki qoyuram, heç bir işimə baxılmır. Mənə prokuror 5 ildən 9 aya qədər istəyib. Mən sizə səslənirəm. Mənim 4 evladım, 4'ü də mənim himayəmdədir. Mənim atasları ilə zaksim heç vaxt olmayıb. Uşaqlarım qalıb belə. Mənim səsimə səs verin. Bilmirəm. Sadəcə ədalət istəyirəm. Ədalətli qərar verilsin. Başqa heç bir şey istəmirəm. Mənim işimə baxılsın, ciddi baxılsın. Haqqımı tələb eləyə bilim. Çünki mənim heç bir vəsaitim qəbul olunmur. Suçsuzluğumu subut edə bilmirəm. Çox xahiş edirəm. Mənim uşaqlarım anasız qalmasın. 6 aydır evlatlarımı, oğlumun müalicəsi 6 aydır qalıb. Oğlumu müalicə eləyə bilmirəm. Atası hərbidədir. Həftədə bir dəfə evə gəlir. Sizdən xahiş edirəm. Mənim işimi nəzarətə götürün. Başqa heç bir şey istəmirəm. Təşəkkür edirəm. Səsimə səs verin.